Deməli, hansı işlər görüləcək maşında? Bu brizqaviklər quraşdırılacaq bura. Hələ ki, indiki halını çəkirəm ki, belədir. Vetraviklər quraşdırılacaq və əlavə olaraq da bunlar hamısı içəridə nə qədər aksesuarlar var, hamısı quraşdırılandan sonra hər biri çəkilib göstərəcək ki, yəni necə idi və necə olacaq. İndiki halını göstərirəm sizə. Bu dəqiqə belədir hər şey. İndi bundan sonra da çəkib göstərəcəm sizə. Bardasokun içində göstərim. Çünki burada bir dənə şey quraşdıracaq. Görək ondan sonra necə olacaq. Salam aleykum, hər birinizi salamlayıram. Deməli, ara sıra məndən çanqanlara da aid video çəkməklərimi istəyirlər. Ona görə də elə bu videoda inşallah yenə də gəlmişik 505 avtoya. Məzahir Rüstəmov küçəsində yerləşir. Təxminən deyəcəm, Babək prospektinin sonudur. Və bu maşınlara bir-iki dənə aksesuarlar alacağıq. Keçən səfər yadınızdadırsa, bir də salam. Keçən səfər yadınızdadırsa, biz deməli maşın üçün almışdıq şarj aparatını buradan. İstifadə edirik, normaldır. İndi də gəlmişik bunlara deməli bəzi aksesuarlar alacağıq. Elə yanında təbii ki, qiymətlər falan hamısını bildirəcəm. Ondan sonra yenə də nə suallarınız olsa bildirərsiniz. Bu hal-hazırda zavod belədir də, düz deyil. Biz 3 mərtəbə eləyirik bunu. Birinci bunu quraşdırırıq. Deməli, bunu quraşdırdıq. Sonra bunu quraşdırdıq. Bunları taxırıq yerinə. İndi bunu da göstərəcəm sizə. Nədir bu? Hələlik bir dənə bağlayaq bunu. Bura yumuşaqlıq eləyir. Burada ciblər əmələ gəldi. Bu hissəsi kəsə bilərik, yoxsa yox? Gördüm ki. Hal-hazırda 2 dənədir. Bu yanda da, bu yanda da. Belə yerlərdir. Sonra indi açırıq. Bir dənə də 3-cü mərtəbədə budur. Onu da qoya bilirik bura. Bax, belə oldu. Bunu götürəndə burada bu qədər yerdir. Bu qoyanda biraz altında yer az olacaq. Deməli, bunları quraşdırdıq. Təbii ki, qiymətlər sonda hamısı bildiriləcək. Bir dənə də bu quraşdırdıq. Bu da zaşitlikdir. Bir dənə rezin quraşdırdıq. Bunu da inşallah qiymətlər hamısı sonda. Burada fikir verirəm, bu hava çıxan məsafələr, yəni şarj olunanda yenə də buradan hava çıxacaq, bez problem. Sonra patstakannikların altına belə bir rezinlər quraşdırıldı. Fikir verirsiniz. Bir də bax bura. Bunun zavodu bayaqları çəkmişdim, daha çıxartmıram. Burada belə bir bu da quraşdırıldı. Murad, bəli. Xoş gördük səni. Xoş gördük, təşəkkür edirəm. Qiymətlərdən başlayacaq birbaşa. Baxın, bax əzizim, bura biz 3 mərtəbə quraşdırdıq. Bunu bir ayrıca qiymətlərini zəhmət olsa. Bunlar ikisi dəst şəkildə. İndi düz qiymətləri tam özümdə dəqiq bilmirəm, amma bunlar 45 manat olmalıdır. Bunun sadələri də var. Sadələr ancaq bir mərtəbədə. Onlar harcı təxminən olur 30 manata. Bizdə ümumiyyətlə hər məhsulun birdən çox çeşidi olduğuna görə konkret qiymətlər olmur, amma yəni konkret məhsulları göstərsin, qiymətlər deyir. Məsələn, bu simsiz şarj yeri. Bəli. Bu tək məsələn bunlar 15 manata başa gəlir. Bu 15 manat. Bunun məsəl üçün arxanı da tutanları olur. Onun məsələn 35-ə var, cibli olanları var, 40-a, 45-ə. Ona görə çeşid çox olur deyə müştərilər çox az zəng eləyəndə qiymət deməkdə və çətinlik çəkirik. Amma çeşid dəqiq konkret olanı sonra bildik. Məsələn bu arxadakı düzənləyici var, altdakı. Bəli. Bunun bizdə məsələn 3 ya da 4 çeşidi var. Yəni bu bir dənə sadəcə düzənləyir. Bu məsəl üçün ən bahalısı budur hal-hazırda. Bunlar 65-dir. Çünki bunlarda material biraz qalındır, əlavə düzənləyici yeri var. Amma bunun bizdə 50 manatlığı da var. İmenli bunun. Stəkan yeri olanın. Onların materialı az idi. Çıxıntılar azdı filandı, ona görə dəyişib. Bunun sonra 35 manatlığı da var. Yəni sadə düzənləyicilərlə olanları. Yəni çeşidi çoxdur. Rəngləri də varımız təbii ki. Bunlar bəs patstakanniklər, rezinlər. Bu stəkanlar, bunlar cütü olmalıdır 15 manata. Yəni mənim xatırladığım qədər.
Dükanda az olduğuma görə. Başa düşdüm. Bu qoltuq altılar plus qıraqda cibliklər. Cibliklər. Bunlar 30 manat olmalıdır. 30 manat olmalıdır. Sonra bir də bura bir zaşitnik almışıq. Bunlar 45 manatdır. Hedafın qoruyucusudur. qoruyucusudur. Bu çox qəşəng məhsul olur. Çox adam əslində başa düşmür. Bəlkə də fikirləşə bilərlər ki, bu balaca bir plasmas niyə görə belə bahadır. Bunlarda xüsusi o hissək var. O hedapa əks elətdirməsi üçün o elə material olmalı ki, o şeyi belə deyək, qarşısını almadan normal şəkildə ora əks elətdirsin. O keyfiyyətsiz olanları olur. Onlar yaxşı ötürmürlər və bu da problemdir. Başa düşdüm. Qiymət nə qədər oldu? Bunlar da 45 manat. 45 manatdır. Aydındır. İndi biz həm vetravik almışıq, həm də bu şeydə brızqavik deyirlər də, yəni ki, yağışın su olanda arxaya buraxmasın. Onları da bir dənə quraşdırandan sonra göstərəcəm ki, necə oturdu maşına. Bir də onların da qiymətlərini zəhmət olmasa. Brızqaviklərin də çeşidləri çoxdur. Yəni necə? Parlağı var, sadəsi var. Aha, bəli. Təkərlər üçün olan. O sadə kapron materialına olanlar bizdə 4 dənəlikdə 35 manata baş gəlir. Parıltılar isə hazır 50 manat. 50 manat. Şeylər isə eyni qaydada o aypara formasında olan təkərlər üçün, qapının qırağı üçün, arxa qapının qırağı üçün olanlar, onlar da təzə gəlib düzdür. Parlaq olanlar 60 olmalıdır. Şeylər isə adi kapron materiallı olan neçədir? Yadından çıxır. Onlar da 35-dir. Montajda kəsərsən. Fikirləşdiyin yerə. Problem yox. Bəs şeylər, vetraviklər neçədir? Vetraviklər 70 manat. 70 manat. Başa düşdüm. Aydındır. İndi onları da quraşdıraq, göstərək necə görsədir. Deməli, bir dənə də belə bir məhsul var. Maraqlı bir şeydir. Nə edir bu? Misal üçün, Xaloğlu Qarabağa getmişdi. Burada təkərlərdən palçıq vururdu düz belə buradan çıxırdı. Düz buralara vururdu palçığı. Başa İndi o tərəfə quraşdırılıb, indi göstərəcəm. Quraşdırandan sonra necə olur? Baba o belə görsən. Bax, bu qədər çıxıntı gəlir buna. Düz axıra kimi. Fikir verdin. Ama bizə elə bir imkan verməlidir ki, buralara fikir ver. Buralar bütün, hətta buralara kimi bütün şey olmuşdu. Palçıq olmuşdu. Ki buralara palçıq olmasın. Bu onu elə bir qoruyur. Neçə idi qiyməti? 55 manat bunlar, 4 dənəsi. Brızqaviklər, bu parıldayanlardan götürdü 55 manat. O da 55 manat. Bu da 55'dir, bu da 55 manat. Şu, 55, bu da 55. Bu da son olarak vitraviklərdir. Bunu da göstəreyim. Bax belə. Quraşdırıldı. Bunları da götürdük. Bunları da götürdük. Əzizlərim. Bu qədər. Bir dənə də belə bir şey var. Bu qardaş misal üçün bundan alır. Fikir verirsən, hə? Bu uşu opşidir. Bunun artıq qiymətini özlərindən əlaqə saxlayıb soruşarsın. Nəsə 45-50 manat falan olmalıdır. Səhv eləmirəmsə, belə bir şey də var. İndi artıq nömrəni deyirəm sizə. Kim istəsə özünüz müraciət eləyin. Baxın. 050 505 48 05 050 505 48 05. Yəni kim istəsə müraciət eləsin, ünvan falan da özlərinə əlaqə saxlayın. Yaxınlaşıb özünüz əldə edə bilərsiniz. Bu məlumat xarakterli videodur, reklam deyil. Yəni öz maşınlarımız üçün gəldik, istifadə elədik. Növbəti videolarda inşallah sağlıq olsun alınar. Çanqan A05-lərə də bunları göstərirəm.